Hörmətli dinləyicilər, əziz müəllimlər və dəyərli məktəb ailəmiz, sizi bugün səmimi qəlbdən salamlayıram. Mən məktəbimizin 7A sinif şagirdi Səfərli Nigar. Bugün efirdə doğma diyarımız Cənub bölgəmiz və xüsusilə də Lənkəran rayonunun zəngin təbiəti, tarixi, mədəni irsi və insanların həyat tərzindən bəhs edəcəyimiz xüsusi buraxılışla qarşınızdayıq. Bugünkü verilişimizin məqsədi yalnız coğrafi məlumatları təqdim etmək deyil, həm də bölgəmizin mənəvi dəyərini, təbiətin gözəlliyini, xalqımızın qədim ənənələrini və gənc nəsillərə ötürülməli olan zəngin mədəni irsi canlı və təsirli şəkildə sizə çatdırmaqdır. Lənkəran rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşən tarixi kökləri, füsunkar təbiəti və iqtisadi potensialı ilə seçilən bölgələrdən biridir. Rayonun ərazisi müxtəlif relyef quruluşuna malik olmaqla yanaşı, zəngin flora və faunası ilə diqqət cəlb edir. Xüsusilə Lənkəranın subtropik iqlimi, bol yağıntısı və münbit torpaqları kənd təsərrüfatı üçün böyük imkanlar yaradır. Bu torpaqlarda ətirli çərk plantasiyaları, sitrus bağları və müxtəlif kənd təsərrüfatı məhsulları rəcədilir ki, bu da rayonun iqtisadi inkişafına mühüm töhfə verir. Hörmətli dinləyicilər, Lənkəran rayonu yalnız bitərli sərvətləri ilə deyil, həm də tarixi, mədəni irsi ilə diqqət çəkir. Burada qədim yaşayış məskənləri, tarixi abidələr, məlumətsizlər mövcuddur ki, bunlar regionun zəngin mədəni irsinin göstəricisidir. Lənkəranın sakinləri isə qonaqpərvərliyi, zəhmətsevərliyi və milli mənəvi dəyərlərə sadiqliyi ilə seçilirlər. Bugün biz onların həyat tərzini, gündəlik fəaliyyətini və regionun sosial-iqtisadi inkişafına verdikləri töhfələri daha da yaxından tanımağa çalışacağıq. Cənub bölgəsi, o cümlədən Lənkəran, Azərbaycanın bədii mədəni zənginliklərinin formalaşmasında mühüm rol oynamışdır. Burada xalq yaradıcılığı, eləcə də mənəvi incəsənət nümunələri yalnız maddi dəyər daşımaqla kifayətlənmir, həm də regionun tarixini, milli kimliyini və insanların estetik zövqünü əks etdirir. Hər bir əsər xalqın düşüncə və dünya görüşünü əks etdirən canlı hekayədir. Hörmətli müəllimlər və şagirdlər, Lənkəranın təbii sərvətləri yalnız kənd təsərrüfatı sahəsində deyil, həm də turizm potensialı baxımından da böyük əhəmiyyət daşıyır. Bu bölgə füsunkar çimərlikləri, termal suları, dağ silsilələri və nadir təbiət abidələri ilə ölkəmizin və dünyanın diqqətini cəlb edir. Son illərdə regionu sərf edən turistlərin sayında əhəmiyyətli artım müşahidə olunmuşdur ki, bu da yerli iqtisadiyyatın inkişafına töhfə verir. Statistik məlumatlara görə Lənkəran rayonu 2023-cü ildə ölkəyə gələn turistlərin təxminən 7%-ni qəbul etmişdir ki, bu da regionun turizm potensialının real göstəricisidir. Əziz dinləyicilər, bölgənin ekologiyası və təbii mühitinin haqqında danışarkən qeyd etmək lazımdır ki, Lənkəranın flora və faunası Azərbaycan üçün unikal əhəmiyyət daşıyır. Subtropik iqlim şəraiti nədir? Bitki və heyvan növlərinin yaşayışının şəraiti yaradır. Bu yalnız ekologiya üçün deyil, həm də tədqiqat etmə araşdırmaları və təhsil sahəsində gənc nəsillər üçün öyrənilməsi mövzuları yaradır. Məktəbimizin şagirdləri üçün bu resurslar ekoloji maarifləndirmə və təbiətə qayğı göstərmək üçün əhəssiz imkanlardandır. Hörmətli müəllimlər və şagirdlər, Lənkəran həm də kənd təsərrüfatı və meyvəçilik baxımından regionun strateji əhəmiyyətini göstərir. Çay plantasiyaları, sitrus bağları və digər əkin sahələri yalnız yerli iqtisadiyyatda deyil, həm də ölkə səviyyəsində ixrac potensialının inkişafına xidmət edir. Statistik məlumatlara görə, Lənkəran çayı Azərbaycan çay istehsalının təxminən 15%-ni təşkil edir. Bu da regionun iqtisadi gücünü və strateji əhəmiyyətini göstərir. Bu uğurlar yerli əhalinin zəhməti, kənd təsərrüfatı bağlılığı və uzun illər ərzində əldə edilmiş təcrübənin nəticəsidir. Cənub bölgəsinin tarixi və mədəni irsi haqqında danışarkən, Lənkəranın folklorlu və ənənəvi musiqisi də xüsusi qeyd edilməlidir. Burada xalq musiqisi, aşıq sənəti və milli rəqslər regionun mədəni kimliyini təməl daşıdır. Bu mədəniyyət nümunələri yalnız əyləncə məqsədi ilə deyil, həm də gənc nəsillərin mənəvi inkişafı və milli şuurun formalaşması üçün vacibdir. Məktəbimizin şagirdləri bu incəsənət nümunələrini öyrənərək həm tarixi, həm də mədəni dəyərləri qorumağa davam edirlər. Hörmətli dinləyicilər, Lənkəran həm də elm və təhsil inkişafında mühüm rol oynayan bölgələrdən biridir. Burada məktəblər, mədəniyyət mərkəzləri və elmi tədqiqat
təşkilatlar müəssisələri fəaliyyət göstərir. Bu da gənc nəsillərin intellektual inkişafına xidmət etməsidir. Məktəbimizin şagirdləri üçün bu imkanlar həm təhsil, həm də praktiki biliklər baxımından əvəzsiz resurslardır. Lənkəran təbiət və mədəniyyət mərkəzində tarixi dəyərləri və müəssir inkişaf imkanlarını birləşdirən nadir bölgələrdən biridir. Əziz müəllimlər və şagirdlər, doğma diyarımız Lənkəranı tanımaq yalnız onun təbiətini öyrənmək deyil, həm də milli mənəvi dəyərlərimizi, tariximizi və gələcək nəsillərə ötürülməsi vacib olan incəsənətimizi kəşf etmək deməkdir. Bu bölgə hər birimiz üçün ilham mənbəyidir. Çünki burada xalqımızın zəhməti, tarixi və mədəniyyəti əks olunur. Hörmətli dinləyicilər, bugünkü verilişimizdə biz Lənkəranın füsunkar təbiətini, zəngin mədəni irsini, iqtisadi potensialını və tarixi əhəmiyyətini ətraflı şəkildə təqdim etdik. Məqsədimiz sizlərə yalnız məlumat vermək deyil, həm də doğma diyarımıza bağımlılığımızı gücləndirmək, onun inkişafına və tərbiyə sərvətlərinə qorunmağın vacibliyini vurgulamaqdır. Sonda əziz dinləyicilər, doğma diyarımızda olan sevgimizi, Lənkəranın zəngin tarixi və mədəni irsini qəlbimizdə yaşadaq, təbiətimizi və mədəni əsərlərimizi qoruyaq, gələcək nəsillərə ötürək. Sizi dinlədiyiniz üçün təşəkkür edirəm. Gələcəyin İşığı FM-in olaraq növbəti buraxılışında yenidən görüşmək ümidilə. Ucalıqla qalın, təbiətimizi, mədəniyyətimizi və tarixi dəyərlərimizi yaşadın.